Əziz 5-ci sinif şagirdləri, dəyərli valideynlər və dəyərli kanal izləyiciləri, bu video izahımızda 5-ci sinif Azərbaycan dili dərsliyindən səyahətnamə mətninə və mətnlə bağlı tapşırıqların izahına baxacaq. İzahlarımız sizin üçün faydalıdırsa, izahlar sizi qane edirsə, videoları bəyənməyi, kanala abunə olmağı yaddan çıxartmayın. Həmçinin də videolarımızı paylaşmaqla kanala dəstək olmuş olarsınız. Bir elanı da nəzərinizə çatdırıram ki, mart ayının 10-undan etibarən onlayn dərs qrupumuz fəaliyyətə başlayır. Qrupa qoşulmaq istəyənlər WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər. Videoların çəkilməsində əsas məqsəd valideynlərə dəstək olmaqdır. Valideynlər öz övladlarının təhsilini bizim videolarımız vasitəsilə izləyə bilər. Həmçinin də şagirdlərimiz bilmədiyi, çətinlik çəkdiyi tapşırıqların izahına bizim videolarımız vasitəsilə baxa bilərlər. İlk tapşırığımız 1A tapşırığında deyilir ki, məlumat vərəqini nəzərdən keçirin və Övliya Çələbi haqqında rabitəli mətn qurub danışın. Uşaqlar, burada bizə Övliya Çələbi haqqında, onun doğum yeri, vəfat yeri, təhsili haqqında, səyahətləri haqqında və yaradıcılıq haqqında bizə məlumat verir. Doğum tarixi haqqında da sağ tərəfdəki şəklin altında qeyd olunub. Biz bu məlumatlardan istifadə etməklə qısa bir mətn qurmalıyıq. Necə bir mətn qurarıq? Təbii ki, belə bir mən şifahi şəkildə deyirəm, siz də qeydlər apara bilərsiniz özünüz üçün. Övliya Çələbi. Övliya Çələbi 17-ci əsrdə yaşamış, məşhur tədqiqatçı, səyyah, tarixçi və yazıçı olmuşdur. O, 1611-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya göz açmışdır. Çələbi əvvəlcə mədrəsədə, daha sonra isə saray məktəbində təhsil almışdır. Məktəb təhsil ilə yanaşı xəttatlıq, musiqi, bədən tərbiyəsi və xarici dillər üzrə müəllimlərdən fərdi dərs almışdır. Avropa, Qafqaz, Misir və s. kimi bir çox ölkələrə səyahət etmişdir. Gəzdiyi yerlər barədə təəssüratını 10 cildlik səyahətnamə əsərində qeyd etmişdir. Övliya Çələbi 1682-ci ildə Misir şəhərində vəfat etmişdir. Bu şəkildə mən qısa bir rabitəli mətn qurdum. Siz də müəyyən dəyişikliklər etməklə bir rabitəli mətn qura bilərsiniz. B tapşırığı ilə davam edirik. Qədim Misir haqqında nə bilirsiniz? Fironlar, mumiyalar, Misir piramidaları. Uşaqlar, Misir haqqında ümumiyyətlə məlumat əldə etmək istəyirsinizsə, Google axtarış şəbəkəsi vasitəsilə siz onun haqqında məlumat əldə edə bilərsiniz. Həmçində məsələn biz bilirik ki, Fironlar Misrə padşahlıq edən şəxslər olub, Misri idarə edən şəxslər olub və hər Fironlar məsələn çox zaman dünyasını dəyişdikdən sonra mumyalanaraq uzun müddət saxlanılırmış və bunları saxlamaq üçün piramidalardan istifadə olunub. Piramidalarda təbii ki, bir sirli tikilişi var. Yəni elm aləminə hələ ki onun tikiliş forması haqqında dəqiq olaraq heç bir məlumat yoxdur ki, bu necə tikilib. Dünyanın 7 möcüzəsindən ən birincisi hesab olunur Misir piramidaları. Misir piramidaları məsələn daxili tikiliş forması deyirlər ki, məsələn çox çətindir. Adətən həmin piramidanın bir girişi var və həmin girişdə həmçinin çıxış kimi istifadə olunur. Yəni düzdür, fərqli yerlərdən girişlər olsa da, yəni Misir piramidalarında biz bilirik ki, fironların qəbri, yəni qəbri olur, qəbri üstündə ucaldılır və həmin qəbrə yetişmək üçün, çatmaq üçün yalnız bir yol olur və bir yolda çıxış olur. Adətən bu yol o qədər çətin olur ki, çıxıntılı, girintili, çıxıntılı olub ki, yəni ora hər adam girib həmin qəbri tapa bilməzdi təbii ki, Fironun qəbri. Misir piramidaları çox hündür və çox möcüzəvi bir tikilişi vardır. Misir piramidaları müxtəlif məqsədlər üçün istifadə olunub Misir piramidaları. Həmçinin ən hündür Misir piramidası hündür hesabına Xeopis ehramı hesab olunur. 147 metr hündürlüyündədir. Yəni çox yüksək bir piramidadır. Yəni ümumiyyətlə siz də uşaqlar dediyim gibi Google axtarış şəbəkəsi vasitəsilə bu tapşırığı həll edə bilərsiniz. Keçirik növbəti tapşırığımıza. Növbəti tapşırığımız söz ehtiyatı ilə bağlı olan tapşırıqdır. Burada deyir ki, simmetriya sözünü izah edin. Sizcə Övliya Çələbi nə üçün xəritəni tən ortadan bölüb bir hissəsini gizlətdi? Belə bir tapşırıq var. Uşaqlar, C tapşırığında simmetriya hər hansı bir əşyanın tən ortadan iki hissəyə böldükdə hər iki hissənin eyni forma və ölçüdə olmasıdır. Yəni simmetri şəkildə. Məsələn, deyək ki, sənin əlində bir taxta var. Taxtanı tən ortadan yarı şəkildə bölürsən, yəni bölürsənsə buna deyilir simmetri, yəni simmetri şəkildə bölünmə deyilir. Övliya Çələbinin simmetriya haqqında məlumatı var idi və o bilirdi ki, xəritəni tən ortadan bölsə, sonra digər hissəsini də bərpa edə bilər. Yəni ki, tən ortadan bölürdü ki, yəni digər hissəsi də tən ortadan və onu belə deyək də, səbəbi odur ki, onu sonradan bərpa edəcəyini düşünürdü və bərpa edə biləcəyini fikirləşdiyi üçün də tən ortadan böldü. Çünki tən yarıdan bölünürsə, digər hissəsi ilə bu hissəsi hardasa eyni funksiyanı yerinə yetirəcəkdir. Ona görə də bu şəkildə məhz tən ortadan böldüyünü deyilir. C tapşırığına baxırıq. Aşağıda verilmiş sözün izahına əsasən səyahətnamə sözünün mənası təxmin edin və lüğət vasitəsilə dəqiqləşdirin. Uşaqlar, namə sözü məktub mənasında işlənir. Bu söz bir sıra başqa sözləri artırsaq, əsər, sənəd, şah, şahnamə, şaha məktub, İskəndər, İskəndərə məktub,
bəyannamə, yəni bəyan məktubu, etibarnamə, kiməsə etibar etsin etibarnamə. Səyahətnamə də təbii ki, biz belə fikirləşirik ki, səyahət edən insan öz fikirlərini, öz belə desə başına gələnləri qeyd edirsə orada, yəni məktub vasitəsilə yazırsa kiməsə, buna deyirlər səyahətnamə. Aydın, məhz bu mənada işlənir. Aydındırmı? Məsələn, bundan başqa dəvətnamə sözü var, təşəkkürnamə sözü var, vəsiyyətnamə sözü var, bizim tələbnamə sözü var. Məsələn, dəvətnamə kimisə çağırmaq üçün yazdığı məktuba deyilir dəvətnamə. Təşəkkürnamə kiməsə minnətdarlıq, təşəkkür məktubu göndərirsənsə buna deyirlər təşəkkürnamə. Bax, bu şəkildə müxtəlif namələr var bizim dilimizdə. Və səyahətnamə sözünün də bir şəxsin öz səyahətlərini, başına gələnləri orada qeyd etdiyi üçün ona səyahətnamə adı verilir. Verilmiş sözlərin mənasını təxmin edin. Bu D tapşırığını üzr istəyirəm deyirdim mən bayaqdan. D tapşırığının daha doğrusu olan sözlərdən nümunələr gətirdim. İndi D tapşırığında ayrıca izah edəcək. Verilmiş sözlərin mənasını təxmin edin. Dəvətnamə nə deməkdir? Dəvətnamə belə deyək, dəvət kağızı mənasında işlənir bizim dilimizdə. Yəni kimisə harasa dəvət etmək, çağırış məqsədi ilə göndərilən, yazılan kağıza dəvətnamə deyilir. Nəsihətnamə, nəsihət, öyüd, böyüyə hörmət ifadə olunan əsər deməkdir. Yəni orada böyüklərə ifadə olunan hikmətli fikirlər özünü göstərir. Təşəkkürnamə, təşəkkür yazılmış rəsmi sənəd, təşəkkür bildirən kağız, kiməsə minnətdarlıq hissi bildirən kağıza təşəkkürnamə deyilir. Etibarnamə, bir şəxsin və ya idarənin adından işə götürmək və işə götürmək üçün icazə verilən rəsmi kağızdır. Məsələn, etibarnamə, sən etibarnamə verirsən, məsələn, deyək ki, filan kəsə ki, bu sənin üçün nələrsə yerinə yetirə bilər. Etibarnamə bu mənadadır. Vəsiyyətnamə, hər hansı bir şəxsin ölümündən qabaq və yaxud da ki, hələ ölməmişdir, sağ vaxtı öz vəsiyyətlərini növbəti nəslə çatdırmaq üçün yazdığı kağıza vəsiyyətnamə deyilir. Vəsiyyət kağızı, vəsiyyət sənədi, yazılı vəsiyyət də deyilir buna vəsiyyətnaməyə. Tələbnamə, bir şeyin verilməsi və ya bir şeyin götürülməsi, öhdəliyə götürülməsi haqqında rəsmi xahişdir. Yəni tələbnamə, məsələn, bir nəyinsə bir işin görülməsi haqqında tələbnamədir. Məsələn, deyək, idarə tələbnamə yazır ki, bu iş həyata keçirilsin. Məhz bu şəkildə siz bu suala cavab verə bilərsiniz. 2A tapşırıqdır. Sizcə atası Övliya Çələbiyə nə üçün müxtəlif dilləri öyrənməyi vəsiyyət etmişdir? Uşaqlar, əgər biz belə fikirləşirik ki, müxtəlif dilləri bilmək səyyahlar üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki səyyahlar bir neçə eyni vaxtda və səyahət zamanı bir neçə ölkədən keçə bilər və bu bir neçə ölkədən keçdiyi üçün o müxtəlif insanlarla qarşılaşır və müxtəlif insanlarla qarşılaşdığı üçün təbii ki, həmin insanların dillərində və yaxud da ki, onların dillərində bilməsə, onların dilinə yaxın bir dildə danışsa ki, öz fikrini başa salsın, aydındırmı? Məhz ona görə də atası Övliya Çələbiyə müxtəlif dilləri öyrətməyə vəsiyyət etmişdi ki, o hara getdisə, özünü asanlıqla vəziyyətdən çıxartmaq, öz fikrini ifadə etməyi bacarsın. Çünki onun, məsələn, deyək ki, hər yerdə gedən söhbətləri başa düşmək üçün, onun haqqında və yaxud da ki, ümumiyyətlə dövlət haqqında və ya nəsə haqqında danışırlarsa, onları başa düşməsi üçün atası Övliya Çələbiyə müxtəlif dilləri öyrənməyi tövsiyə etmişdir. Nə üçün Misrə səyahət zamanı minik vasitəsi kimi at deyil, dəvəyə üstünlük verirdi? Uşaqlar, siz bilirsiniz ki, dəvə çox dözümlü heyvandır, aydındırmı? Və onlar Misirdə çox isti olan bir yerdir. Yəni at Misirdə olan susuzluğa tab gətirə bilməz. Çünki dəvə amma həmin susuzluğa tab gətirə bilər. Çünki dəvənin deyirlər ki, boğazında da hardasa məsələn su tuluğu olur ki, orada məsələn o su özü üçün ehtiyat su saxlaya bilir dəvə. Amma at təbii ki, Misirdə həmin istinin qarşısında taqətdən düşər və davam gətirə bilməz. Amma dəvə Misir səhralarında, Misirin o istilərində uzun günlərlə, uzun müddət, aydındırmı? Susuzluğa da, aclığa da tab gətirə bilər və yükü də götürə bilər. Məhz ona görə də fikirləşirik ki, dəvə daha dözümlü heyvan olduğu üçün və səyahətdə daha əlverişli olduğu üçün Misrə səyahət zamanı minik vasitəsi kimi dəvədən istifadə edilib. Mətndə rast gəlinən faktlar və adlarla bağlı araşdırma aparıb təqdimat edin. Qum fırtınası, Bədəvilər, Böyük piramida və Xeops piramidası mən əvvəldə demiş, Sina çölü. Uşaqlar, bunun haqqında nə deyə bilərik biz? Qum fırtınası. Ümumiyyətlə, qum fırtınası haqqında bəzi şeyləri qeyd edək sizin üçün. Qum fırtınası təbiət hadisəsidir. Güclü külək yerdən xeyli miqdarda toz və ya qumu havaya sovurur. Əsasən bu quraq bölgələrdə baş verir və həmin qum demək ki, ətrafı görünməz vəziyyətə gətirir. Aydındırmı? Qum fırtınası zamanı qum o qədər sürətlə hərəkət edilir ki və havaya qalxır ki, ətraf görünməz olur və insanın hərəkətinə də mane olur. Gözləri açmaq demək olar ki, qeyri-mümkün. Nə insanlarda, nə də heyvanlarda. Hatta qum fırtınası zamanı heyvanları çöktürürlər yerə və onların gözlərini bağlayırlar. Eyni qaydada insanlar da onu həyata keçirir. Çünki qum insan gözünü və heyvanların gözlərini kör edə bilər. Aydındır. Fırtına zamanı mütləq qaydada hərəkət edilməməlidir. Yəni yerində sabit qalmalıdır ki,
və qum fırtınası keçdikdən sonra hərəkətə davam edə bilər. Çünki o böyük problemlərə və ciddi xəsarata səbəb ola bilər qum fırtınası. Bədəvilər nədir? Bədəvilər biz bilirik ki, Ön Asiya və Şimali Afrika səhralarında yaşayan köçəri ərəblərə bədəvilər deyilir. Ərəb dilində bədəvi sözünün mənası səhranın köçəriləri deməkdir. Yəni bədəvi səhrada köçəri həyat sürən insanlara bədəvilər deyilir. Bədəvilər belə desək də ailənin və ən hörmətli və ən varlı şəxsini, şeyxin idarə etdiyi üçün kiçik tayfalar şəklində yaşayırlar. Aydındırmı? Və açıq səma altında yaşayırlar və ancaq dəvəçiliklə məşğul olan, yəni dəvə saxlamaqla və dəvə satmaqla, dəvə ilə məşğul olan insanlara bədəvilər deyilir. Böyük piramida. Böyük piramida Misir ehramlarının hər biri ən azı 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Ən azı 20 ton qaya parçalarından tikilmişdir və Neyse bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazinin hardasa 200 kilometr uzaqda yerləşmişdir. Yəni 200 kilometr uzaqdan onlar həmin qaya parçalarını gətiriblər həmin o Misir piramidanın tikildiyi yerə. Onların necə daşınması ümumiyyətlə ağla batmır ki, yəni ağla sığmaz bir şeydir ki, onlar necə daşınılı bu ağırlıqda, yəni o dövrdə, yəni müasir dövrdə olsa bəlkə onu götürə biləcək bir texnika var, amma həmin dövrdə bunu nətər daşıdıqları haqqında qeyri-mümkündür və müxtəlif fərciyələr irəli sürülür. Misir ehramları içərisində ən böyüyü isə Firon Xeoposun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyüdür. O, məsələn, harada bəzi mənbələrə görə 136 metr, bəzi 147 metr hündürlükdədir həmin ehramın hündürlüyü. Aydındır Xeopos piramidası və o dünyanın ən böyük piramidasıdır və o piramidanın o cür hündürlüyə həmin daşların 20 ton ağırlığında olan daşların həmin yüksəkliyə qaldırılması elm aləminə hələ ki bəlli deyil, belə desək. Belə desək də bu ehramların girişi və çıxışı adətən gizli şəkildə həyata keçirilir. Sonra Sina çölü nədir? Və Sina çölü Sinay kimi də adlandırılır. Bəzi Sina və yaxud da Sinay şəklində adlandırılır və qədim Misirdə yerləşən ən böyük çöllərdən biridir Sina çölü və ən təhlükəli çöllərdən biridir Sina çölü. Sina çölü məhz nəyə görə təhlükəli hesab olunur? Çünki bu çöl belə desək də 60 min kvadrat kilometr əraziyə aydındır. 60 min kvadrat kilometr əraziyə. Sina böyük hissəsi səhralarla örtülüdür. Yəni Sina çölü əslində səhralarla örtülüdür. Aydındır. Yalnız şimalda Aralıq dəniz sahilindəki qumlu çimərliklər boyunca zeytun bağları uzanır. Orada yəni ən qırağında zeytun bağları var Sina çölünün. Yarımadanın şimal-şərqində Bardavil gölü yerləşir. Yəni Bardavil gölü daha doğrusu bu Bardavil gölü yerləşir. Göldə egzotik balıq növlərinə rast gəlinir. Yəni çöl olmağına baxmayaraq burada bir göl var və göldə də egzotik balıq növləri saxlanılır. Vaxtilə qədim Misir fironları Sinay yarımadasında qızıl və mis hasilatı ilə məşğul olmuşlar. Yəni qədimdə burada qızıl və mis hasilatı özünü göstərmişdir. Övliya Çələbi Misrə səyahət zamanı hansı təhlükələrlə qarşılaşdı? Məsələn, uşaqlar, burada müxtəlif şeylər yaza bilərsiniz. Çünki Misir səhralıq ərazi olduğu üçün səhralıqda ən çox nələr özünü göstərir? Bu əqrəblər və ilanlar şəkillərdə də görülür. Misirdə də ki, ən çox hansı ilan növünə rast gəliriz? Kobranı bilirik ki, Misirin məsələn Misir səhralarının şahı hesab olunur bu ilan. Çünki orada kobra və əqrəblər üstünlük təşkil edir. Belə desək də ilanlar kərvan belə desək səhra ilə hərəkət etdiyi üçün aydındır və səhrada ən çox adam qaban ilanlar çıxırdı və bu Övliya Çələbini çox narahat edən bir məsələlərdən biridir. Karvan səhra ilə bir xeyli yol getmişdi. Birdən dəvələr hürküb dayandılar. Karvanbaşı qışqırdı. Ehtiyatlı olun, yəqin heyvanlar ilan görüblər. Doğrudan da diqqətlə baxanda qarşıda isti qumun üzərində qıvrılıb özünü günə verən ilanları görmək olurdu. Bu ilanların nə qədər zəhərli olduğunu hamınız bilirdik. Odur ki, yolumuzu dəyişib ilanlardan uzaqlaşdıq. Yəni Övliya Çələbi Misrə səyahət zamanı demək səhrada ilanlarla rastlaşıb və ilanlarla rastlaşdığı üçün hətta öz yollarını belə dəyişiblər. Çünki həmin ilanları öldürmə və yaxud da onların olduğu ərazidən keçmək onlar üçün çox böyük təhlükə yarada bilərdi. Digər məsələsi əqrəblər idi. Məsələn, əqrəblər haqqında da belə bir şey yaza bilərsiniz ki, hava qaralırdı, gecələmək üçün düşərgə saldı. Məsələn, Övliya Çələbidən danışırıq da. Həşiratlardan, ilanlardan qorunmaq üçün çadırı quma yaxşı bərkitmək lazım idi. Hələ yola çıxmazdan əvvəl hansı təhlükələrlə rastlaşdığımız haqqında maraqlanmışdım. Əgər səhrada səyahət edirsənsə, təhlükələrdən ən böyüyü əqrəblər yarada bilər. Bilirdim ki, əqrəbin sancmağı ölümcül ola bilər. Çünki burada bu səhrada yaşayan əqrəblər qumun daxilində olurdu və onu ilanları görmək mümkün idisə, əqrəbləri görmək demək olar ki, qeyri-mümkün idi. Və bu əqrəblərdə gecə yatan zaman əgər səni sancırdısa və çox zəhərli əqrəb növləri var burada ki, həmin zəhərli əqrəblər insanın ölümünə də səbəb ola bilər. Məhz bunu da Övliya Çələbi bilirdi və buna qarşı da müəyyən tədbirlər görülmüşdü. Epizodlar mən sizə dedim, arzu edənlər WhatsApp nömrəsinə əlaqə saxlasa epizodları haqqında yazılı şəkildə onlara məlumat da ata bilərəm. Belə. Misirə səyahət. İkinci hissə.
Xəritənin yarısını çıxarıb qumun üstünə sərdim. Digər yarısını da qumda çəkdim. Xəritədə piramidanın 4 qapısı təsvir olunmuşdu. Baxdım ki, əgər şimal qapısından girsəm, xəzinəyə daha tez çataram. Bunun üçün piramidaya girəndən sonra 4 qapıdan keçməliydim. Digər qapılardan girsəydim, aza bilərdim. Mən əlimdə xəritə piramidanın qarşısında dayanmışdım. Görəsən bunlardan hansı şimal qapısıdır, deyə düşündüm. Tez xurma ağaclarının gövdəsinə baxdım. Mamır axtarırdım. Amma bu istidə mamır nə gəzirdi? Bir gözüm qumun üstündə hərəkət edən qarışqalara sataşdı. Qarışqaları yuvalarına qədər izlədim. Yuvaların hamısının ağzı eyni tərəfə baxırdı. Deməli, bura cənub tərəfdir. Əks istiqamətə getdim. Birazdan böyük bir qapının ağzında dayanmışdım. Əlimi qapının üzərində gəzdirib, ulduz işarəsinin üstündə saxladım. Qapı gürültüylə, lakin yavaş-yavaş açıldı. Çəkinə-çəkinə içəri girdim. Qapı bağlandı. Elə bir neçə addım atmışdım ki, səs eşidildi. Bu otaqdan keçə bilmək üçün bir suala cavab verməlisən. Mən ayaq saxladım. Səs davam etdi. Suya rəsm çəkilərmi? Bir xeyli düşündüm. Vaxt gedirdi. Cavab verə bilməsəm, nəinki xəzinəyə çata, heç geri dönə bilməzdim. Sonuncu saniyələrdə həyəcanla dedim. Çəkilə bilər. Necə? Ebru ilə çəkilər. Bu otaqdan digərinə keçdim. Xeyli yol getdim. Birdən qarşıma böyük bir güzgü çıxdı. Güzgüdə minlərlə əksimi gördüm. Yenə həmin səs eşidildi. Bunlardan hansı sənsən? Düzgün cavab versən, növbəti otağa keçərsən. Yoxsa... Xeyli güzgüyə baxıb durdum. Sonra əlimi qaldırdım. İlk qalxan əl mənim əlim olmalıydı. Digərləri əllərini daha gec qaldırdılar. Tez həmin güzgünü göstərib bərkdən qışqırdım. Bax bu mənim əksimdir. Yenə də doğru cavabı tapdığıma sevinirdim. Növbəti otağa keçdim. Otağın küncündə bir sandıq qoyulmuşdu. Gəlib sonuna çatmışdım. Birazdan dünyanın ən varlı insanı olacaqdım. Əlimi uzadıb sandığı yavaş-yavaş açdım. Ləv cəvahiratın işığı gözlərimi qamaşdırdı. Bir də baxdım ki, sandığın içindəkilər sanki quyuya tökülürmüş kimi aşağı axır. Özümü toparlayıb əlimi uzadınca sandıqda heç nə qalmadı. Axı niyə? Deyə qışqırdım. Əslində bu bir oyundur. Sən də oyunu qazanmısan. Həyatda hər şey bu qızıllar kimi axıb gedər. Ruhdan düşmə. Sandığın dibindəki məktubu götür və oxu. Zərfi götürüb açdım. Orada yazılmışdı. Ey xəzinə ovçusu, sən əlindən gələni elədin. Doğru yolla irəlilədin. Buna səbəb dürüst, ədalətli və ağıllı olmağındır. Bu xüsusiyyətlərə sahib biri əsla uduzmaz. Dinlənən mətni yəqin ki dinlədiniz. İndi keçək dinləmə ilə bağlı olan tapşırıqların izahına. Birinci tapşırıqda deyir, 3A tapşırığında deyir ki, piramidanın neçə qapısı vardır? Uşaqlar, yəqin ki piramidanın neçə qapısı olduğunu siz dinlənən mətnin ilk əvvəlində deyir ki, piramidanın bəzi şeyləri yazacaq indi sizin üçün. Piramidanın neçə qapısı vardır? Piramidanın 4 qapısı vardır. Orada deyir ki, piramidanın 4 qapısı vardır. Çələbi nə üçün məhz piramidanın şimal qapısından içəri girmək istərdi? Çünki o şimal qapısı ilə getsə, xəzinəyə daha tez çatacağını düşünürdü və ona görə də məhz
şimal qapısına üst tutmağı tövsiyə etdi. O piramidanın şimal qapısı necə müəyyən etdi? O demək birinci ilk olaraq mamuru axtarırdı. Görüm əgər mamur harada bitib, hansı tərəfə bitibsə, demək həmin tərəf şimal tərəfidir. Amma sonra onda müəyyən etdi, qarışqaların yuvalarının ağzı cənuba baxdığını bilirdi. Və əgər qarışqaların yuvası cənuba doğru baxırdısa, 4 dənə bir neçə qarışqa yuvası gördü orada. Əgər hamısı cənuba doğru eyni istiqamətə baxırdı, yəni ora cənuba tərəfdir. Demək cənubun əksinə tərəf getməliyəm. Əks tərəfi şimal tərəfidir. Çələbi otaqlara keçmək üçün hansı sualları cavablandırır? Demək orada Çələbi otaqlara keçmək üçün bir neçə sual cavablandırır. Birinci sual bundan ibarət olur ki, ondan sonra soruşurlar ki, suya rəsm çəkilərmi? O bəli cavabını verir. Məsələn burada. Və deyir ki, nə ilə çəkilər? O da deyir ki, Ebru ilə çəkilər. Belə bir ifadə işlədir orada. İkinci sual verir ki, güzgüdə görülənlərdən hansı sənsən? O da əlini qaldırır və əli hansında tez qalxırsa demək o onun həmin insan odur. Ona görə də bu iki sualı cavablandırır. Bir güzgüyə suya rəsm çəkilə bilərmi? Bir də güzgüdəki hansı əksin sənsən? Bu tipdə olan iki sualı cavablandırır. 3 saat tapşırığı da getdi. Mamur haqqında məlumatı və mətndən verilmiş cümlələrlə oxuyun. Sizcə Çələbi nə üçün ağacın üzərində mamur axtarırdı? Niyə? Bəs niyə tapa bilmir? Mamur rütubətin çox olduğu yerlərdə, ağacların gövdəsində, divarlarda, torpaqda rast gəldiyi bitkidir. Aydındırmı? Məhz buna görə də belə deyək də biz mamur rütubət sevir. Səhra da isti olan bir yerdir. İsti yerdə quraqlıq olur. Aydındırmı? Yəni səhra da isti yerdə quraqlıq. Çələbi quraqlıq yerdə mamurun bitmədiyinə işarə edir. Yəni bura quraqlıq olmağına baxmayaraq burada mamurun olmadığını. Məhz nəyə görə mamur? Mamur da şimal tərəfə, yəni isti tərəfə doğru olacağını fikirləşirdi. Tez xurma ağaclarının gövdəsinə baxdı, mamur axtardım. Amma sonra bu istidə mamur nə gəzir deyə düşündü. Aydındırmı? Belə bir şey var. Yəni mamur belə isti yerdə mamurun olmadığını fikirləşir. Çünki mamur isti yerdə olmur. Rütubətin çox olduğu yerlərdə mamur bitkisi bitir. Mətnə isnad etməklə aşağıdakı fikirləri şərh edin. Səmti müəyyən etmək üçün üfüqün cəhətlərini bilmək lazımdır. Belə deyək də, əgər hər hansı bir yerin səmtini müəyyən etmək istəyiriksə, biz yəni səyahət edən şəxsdən söhbət gedirsə, üfüqün 4 cəhəti var, siz bilirsiniz. Şimaldır, cənubdur, şərqdir və qərbdir. Aydındırmı? Bunlardan qərb günəşin çıxdığı tərəfi, belə desək də, yox, şərq günəşin çıxdığı tərəfi, qərb günəşin batdığı tərəfi, aydındırmı? Belə deyək də, günorta vaxtı günəş cənubda olur, üfüqün də şimal adlanan 4-cü cəhəti isə günəş heç vaxt orada görünmür, yəni şimal tərəfdə görünmür. Belə desək, bizim olduğu yerdə, onun olduğu yerdə şimal tərəf olduğu üçün ora həmişə soyuq olan bir yer olur da, belə desək. Yəni ona görə də üzr istəyirəm, şərq tərəf olduğu üçün şərq həmişə isti olur. Ona görə də şimal tərəfdə, yəni orada rütubət olmadığı üçün mamur bitkisi də ola bilməz. Günəş heç vaxt mətndən məlum olur ki, Çələbi piramidanın şimal qapısını axtarır. Yəni biz onu görürük oradan və düzgün istiqamətə səmtə getmək üçün şimal cəhətini müəyyənləşdirməyi bacarır. Aydındırmı? Demək biz belə desək də səmti müəyyən etmək üçün üfüqün cəhətlərini bilmək lazımdır. Çünki vacibdir ki, sən biləsən ki, düzgün səmti müəyyən etmək üçün üfüqün cəhətlərini bilməlisən. Yəni şimalı, şərqi, cənubi və qərbi bilməlisən və bunları fərqləndirməlisən. Qarışqalar yuvalarını ağacların, kolların cənub tərəfində qurur. Bəli, mətndən biz görürük ki, bunu qarışqalar yuvalarını cənub tərəfə doğru qurur. Yəni cənub tərəfə doğru qurur. Nəyə görədir? Çünki bu cənub tərəf isti olduğu üçün, cənub tərəf quru olduğu üçün qarışqaların da yuvaları isti və cənub tərəfi olur, yəni quru tərəfi olur. Onun əks tərəfi şimal tərəfdir. Şimal tərəf isə yəni soyuq olduğu üçün, soyuq tərəfə doğru baxdığı üçün qarışqalar heç vaxt öz yuvalarını ora qura bilməzlər. Bu C tapşırığındakı fikirləri haqqında da sizə məlumat verdi. Sonra deyir ki, 4A tapşırığı İstanbul şəhəri haqqında məlumatlarla tanış olun və tapşırıqları yerinə yetirin. Uşaqlar, İstanbul şəhəri deyir ki, reklam vərəqindən müvafiq faktları oxuyaraq İstanbul haqqında fikirləri əsaslandırır. Dünyanın ən qədim şəhərlərindən biridir. Bəli, İstanbul dünyanın ən qədim şəhərlərindən biridir. Biz bunu hardan deyə bilərik? Çünki burada görürük ki, İstanbulla bağlı müxtəlif məlumatlar öz əksini tapıb. Aydındırmı? İstanbulla bağlı necə müxtəlif məlumatlar öz əksini tapıb? Burada görürük ki, məsələn, burada İstanbulda muzeylərdən danışılır burada. 6-cı əsrə aid olan bir muzey var burada. 6-cı əsr. Bax, görürsünüz siz uşaqlar. Qalata qülləsi. Muzey deyirəm, Qalata qülləsi. Muzeydir həm də. Sonra burada 19-cu əsrə aid Dolma Bağça muzeyi, Ayasofya məscidi, sonra Topqapı muzeyi, aydındır, müxtəlif tarixi və görürsünüz ki, siz tarixi İstanbulun, Türkiyənin tarixi ilə bağlı müxtəlif
obyektlər və ya müxtəlif muzeylər, məscidlər üzə əksini tapır və bu da İstanbul şəhərinin çox qədim bir şəhər olduğunu göstəricisidir ən əsası. Aydındırmı? İstanbul həmçinin də belə desək də əvvəllər Konstantinopol adlandırılmışdır, sonradan İstanbul adlandırılmışdır. Qitələrarası şəhərdir, bəli. Çünki burada diqqətlə fikir versəz uzunluğu 1560 metr olan Bosfor körpüsü yerləşir. Bu körpü bilirsiniz ki, siz Avropa və Bosfor boğazıdır. Səhv eləmirəmsə orada həmin o Bosfor körpüsü, həmin orada boğaz var ki, həmin boğazı birləşdirir. İki o sahillə bu sahili birləşdirir. Ona görə də İstanbul məhz belə deyəsə iki qitəni birləşdirir. Yəni Avropa və Asiyanın, ona görə qitələrarası şəhər hesab olunur. Sonra deyir ki, mətbəxi, zəngin mətbəxi var. Bəli, zəngin mətbəxi var. Çünki özünə məxsus olan yeməkləri ilə dünyada tanınır. Bunlardan biri məsələn ət yeməkləri içərisində İskəndər dönəri məsələn, sonra paxlava, türk paxlavası, sonra türk qəhvəsi, sonra məqlubə adlı belə bir yemək növü var ki, bu da həmin sırf türk mətbəxinə aid olan bir yeməklərdir. Yəni sırf Türkiyəyə aid olan bir yeməklərdir və ona görə də bu da həmin ölkənin, həmin şəhərin mətbəxinin zənginliyini göstərir. Yuxarıdakı nümunədən istifadə edərək turistlər üçün Azərbaycan şəhərləri haqqında reklam vərəqi hazırlayın. Uşaqlar, sizcə bu reklam vərəqlərini hazırlasaq biz hansı şəhərdən daha rahatdır? Məsələn, məncə fikrimə çatdı. Məsələn, siz Şuşa şəhəri haqqında məlumat hazırlasanız, uşaqlar, Şuşa şəhəri haqqında, Şuşa məsələn deyək ki, orada hansı şəkillərdən istifadə edə bilərsiniz? Məsələn, Göy məscidin şəklini, Gövhər ağa məscidi daha doğrusu məscidin şəklindən istifadə edə bilərsiniz. Sonra İsa bulağının şəklini istifadə edə bilərsiniz. Sonra Şuşa qalasının şəklini istifadə edə bilərsiniz. Sonra Vaqifin məqbərəsinin şəklini istifadə edə bilərsiniz. Məsələn, bu şəkillərdən istifadə etməklə siz Şuşanın tarixinin, Şuşanın qədim tarixə malik olduğunu göstərə bilərsiniz. Həmçinin də məsələn Şuşanın burada belə desək də o sərt qayalıqları çəkməklə, şəklini göstərməklə Şuşanın necə keçilməz bir, məsələn, necə çətin bir relyefə malik olan bir yerdə yerləşdiyini siz göstərə bilərsiniz. Aydındırmı? Və yaxud da ki, məsələn, deyək ki, Şəki şəhərindən danışsaq, məsələn, Şəki Xan Sarayının şəklini göstərə bilərsiniz. Yeməklərindən Şəki paxlavasını göstərə bilərsiniz, məsələn, orada şəkillərdə. Aydın və müxtəlif şəhərlər haqqında siz, məsələn, deyək ki, illüstrasiyalar yığa və yaxud da ki, məlumatlar yığıb şəhəri tanış edə bilərsiniz uşaqlar. Keçirik dil qaydaları ilə bağlı tapşırıqların izahına. Dil qaydaları deyir, verilmiş sayları, miqdar və sıra saylarına ayırın. Uşaqlar, mən çox belə deyim də sizin üçün sadə bir ayırma eləyəcəm burada sizlə. Necə eləyəcək o ayırmanı? Miqdar saylarını dairəyə alacaq, sıra saylarını isə dairəyə almarıq, yəni bilərsiniz də. 120 bu miqdar sayıdır. Xeyli bu da miqdar sayıdır. Yüzlərlə bu da miqdar sayıdır. 30 bu da miqdar sayıdır. Bir çox bu da qeyri-müəyyən miqdar sayıdır. Az bu da qeyri-müəyyən miqdar sayıdır. 263 bu da 3-4 bu da onlarca bu da bir neçə bu da. Uşaqlar, dairəyə aldıqlarım miqdar sayıları hesab olunur. Amma 10-cu, 12-ci, 95-ci, 9-cu Rum rəqəmlərinə verilir. Burada bu 9-cudan söhbət gedir. 141-ci, 8-ci burada Rum. Bu sayılar isə sıra sayıları hesab olunur. Verilmiş mətndən sayıları seçib sözlərlə ifadə edərək yazın. Uşaqlar, burada belə bir yerdə yazar. Dərsliyin 2 hissədən ibarətdir. Burada 2-ni bizim üçün yazıblar rəqəmlər. Bunun hissəsi hər hissə 1 yarım il. Burada 1 biz də belə yaza bilərik bir sözünü. Birinci yarım ildə burada birinci sözün yazılışı belədir. Birinci sıra sayına ifadə olunub. Biz mənəvi dəyərlərimiz, ana təbiət, sözlərin mənşəyi haqqında maraqlı mətnlərlə tanış olduq. Bu isə 4 bölmədən. Bu 4 sözünün yazılışı mən yazıram burada. Məsələn, müxtəlif yerlərdə yazdıq 4. Mətnin ən çox xoşuma gələn mətn birinci. Bu birinci sözü bu sıra sayıdır. Belə yazılır. Birinci yuxarıda yazmışıq. Sonra burada 4-cü yenə var. 4-cü belə yazılır. 4-cü. Bu şəkildə yazılır. Burada 4-cü sözündən söhbət gedir. Fəsilində verilmiş sözün qüdrəti mətni oldu. Bu mətn dərsliyin 18-ci. 18-ci bu şəkildə yazılır. 18 bu şəkildə yazırıq biz. Sonra burada ikinci var. İkinci də burada Rum rəqəmlərinin yazılıb. Yəni də biz də ikincini də bu şəkildə yazırıq. Hər halda yazılışlar aydın oldu sizə. Keçirik növbəti tapşırığımıza. Cümlələrdə sayıları müəyyən edin. Hansı söz varlığın dəqiq sayını bildirir? Az söz, az bilirik ki, burada az miqdar bildirir. Amma bu dəqiq miqdarını bildirmir də, aydındırmı? Sonra burada çox söz də var. Çox sözün, yəni az çox sözləri
varlığın miqdarını bildirir, amma dəqiq miqdarını bildirmir. Amma bu lüğətdə 5000 söz, burada 5000 ifadəsi var. Burada 5000. 5000 sözlə belə yazılır. Biz bunu rəqəmlə belə bu şəkildə yaza bilərik. 5000. Aydın, həmçində belə də yaza bilərik. 5000. 3 cür yazdıq, görürsünüz 5000 sözünü. Bu 5000 sözü varlığın dəqiq miqdarını bildirir. Aydındırmı? Varlığın dəqiq miqdarını bildirən saylara müəyyən miqdar sayları deyil. Varlığın qeyri-dəqiq miqdarını bildirən saylara isə qeyri-müəyyən miqdar sayları deyilir. Bir də bizim dilimizdə kəsr ədədləri var. Kəsr ədədlərinə də bizim dilimizdə kəsr sayları deyilir. Aydındırmı? Demək, miqdar saylarının sayın ümumiyyətlə mənasız 2 növü var. Miqdar sayları və sıra sayları. Miqdar saylarında 3 növü var. Müəyyən miqdar, qeyri-müəyyən miqdar, kəsr sayları. Müəyyən miqdar 5, 1, 2, 3, 4, 5, 6, 11, 12, 15, 25, 35, 45, 55 və əşyanın dəqiq miqdarını bildirən saylara müəyyən miqdar sayları deyilir. 5, 6, 10, 15, az, çox, xeyli, bir az, bir qədər, bir çox, bir sıra, onlarca, yüzlərcə. Bu saylar isə əşyanın qeyri-müəyyən miqdarı. Çünki dəqiq miqdar deyil. 3-də 1, 4-də 1, 5-də 1, 6-da 2, 1,5, 10,3 bunlar isə kəsr sayları hesab olunur bizim dilimizdə. Cümlələrdə işlənmiş sayları seçin və miqdar sayının hansı növü olduğunu müəyyən edin. Kəşfiyyatçılar 10 gün. 10 gün deyiriksə bu müəyyən miqdar sayıdır uşaqlar. 10 gün. Miqdar 10 sözündən söhbət gedir. 5-6 uşaqlar 5-6 qeyri-müəyyən miqdar sayıdır. Qeyri-müəyyəndir. Arzu çantasında 2 qələm. 2 qələm isə bu müəyyən miqdar sayıdır. Rəsul dairənin 4-də 1-i. 4-də 1-dirsə bu kəsr sayıdır. Minlərlə vətən deyiriksə bu qeyri-müəyyən miqdarsa müəyyən minlərlə sözüdür. Səma konfetləri bölüşdürüb 3-də 1. 3-də 1 deyirsənsə 3-də 1 də bu kəsr sayı. Demək kəsr sayılar 3-də 1 kəsirdir. Minlərlə qeyri-müəyyən miqdar sayı 4-də 1 bu da kəsirdir. 2 müəyyən miqdar sayıdır. 5-6 qeyri-müəyyən miqdar sayıdır. 10 da müəyyən miqdar sayı hesab olunur. Sıra sayıları uşaqlar, sıra sayıları müəyyən miqdar sayılarına ıncı şəkilçi artırılması yolu ilə bizim dilimizdə sıra sayıları yaranır. Aydındırmı? Və yaxud da ki, həmçində biz əvvəl, axır, son filan sözlərinə müəyyən miqdar sayıları bilirsiniz də 1, 2, 3, 4 əşyaları sayan zaman istifadə etdiyimiz ədədlər natural ədədlər hesab olunur. Natural ədədlər Azərbaycan dilində biz ona sıra sayıları deyirik, miqdar sayıları deyirik. Həmin miqdar sayıları ıncı şəkilçi artırılması yolu ilə bizim dilimizdə sıra sayıları yaranır. Çox sadə bir, bəsit bir qayda var. 5-ci, 3-cü, 15-ci, 55-ci, həmçində əvvəl, axır, son filan sözlərini, əvvəlinci, axırıncı, sonuncu, filancı bizim dilimizdə sıra sayıları yaranır. Sayıları Rum rəqəmlərlə ifadə edərək söz birləşmələrini yazın. Rum rəqəmləri 21-ci əsr uşaqlar. Siz bilirsiniz, Rum rəqəmlərini hər halda bilirsiniz. 21-ci əsr yazmaq üçün 2 dənə 10, bir dənə də 1, bu oldu 21-ci əsr. 3-cü Şah Abbas 21-ci əsr bu şəkildə yazılır. 3-cü Şah Abbas 3 belə yazılır uşaqlar. 3-cü Şah Abbas şəklində belə yazılır bu Şah Abbas. Kral 14-cü Ludovik. Kral 14-cü kral bu şəkildə yazılır. 14 də belə yazılır. 14-cü Ludovik bu şəkildə yazırıq biz Ludovik. 2-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi bu şəkildə yazılır. E tapşırığı ilə davam edirik. E tapşırığında deyir ki, verilmiş sayıları sözlə ifadə edib yazın. Uşaqlar, burada 7-də 10, 10-da 7 yazılıb, yəni ki, belə yazılır. Burada aşağı yazarım mən bu hissədə. Birinci necə yazılır belə? 10-da 7 sözlə ifadə edirik yazında. 11,3 belə yazılır. 11,3 bu şəkildə yazırıq. 1 tam %63 bunu belə yazırıq. 5,6 bu şəkildə yazılır. 5,6 19-cu yazılır bu arada. Belə yazırıq bunu. 19-cu bu şəkildə yazırıq. 0 tam belə yazırıq. 0 tam %37-ni biz necə yazarıq? 0-ı yazmarıq yəqin ki, belə yazarıq da. Mən sıfırı da yazaq da, çünki orada verilir. Nə yaza bilərik? 0 tam %37. Neydi? 7 bu şəkildə yazılır. 10-da 1 də bu şəkildə yazılır. 10-da 1. Şöyle ardıcıl şəkildə yazdıq da sizin üçün oradan. Yəqin ki, səhv olmadı. Hansı sırada verilmiş sayları eyni mənanı ifadə edir?
2'də 1, 2'də 1 budur bax 2'də 1. Uşaqlar 2'də 1. 1 tam 10'da 2, 1 tam 10'da 2 ise 1 tam 10'da 2. Bu 1 tam 5'də 1. Yani eyni değil de bunlar aydın. A bəndi eyni değil. Çünki bu əslində 5'də 1, o 1 tam bu da o 1 tam 10'da 5 də onunla eyni deyil heç. 2'də 1 və budur. Bax görürsünüz 2'də 1. Elə bir ki hansıra verim misal eyni mənfi bu ifadə etmədi. 0 tam %25, %25 və budur %25. Yəni bunu başqa adına nə deyə bilərik? 4'də 1 deyə bilərik də, 4'də 1. Həmçində bax 4'də 1'dir bu, bu da 4'də 1'dir. 0 tam %25, bu da 4'də 1'dir. Demək bax B-də eyni mənanı ifadə edir. Sonra 4'də 3, 4'də 3 bax budur 4'də 3. 3 tam 1 isə artıq bununla eyni deyil də. 3 tam da 4'də yoxdur. 0 tam 10'da 4, 10'da 4 5'də 2'dir də. 10'da 4 bir dənə 3'də 4'də 3 yazaq. 0 tam 10'da 4. 10'da 4 budur. 10'da 4. Düzdür. Sonra 0 tam 0 bölünsün 4. Bu 0 tam bu səhv ümumiyyətlə. Belə bir şey ola bilməz. 0 bölünsün 4. Bu belə bir şey yoxdur. Demək bu da cavab nə oldu? Burada oldu Ə-də B bəndi. Sayıların yazılışında buraxılmış səhvləri düzəltməklə cümlələri köçürün. Səbirə 5-ci sinifdə oxuyur. Uşaqlar burada 5-ci şəkilçi əgər ixtisar formasında yazırıqsa biz bunu belə yazmalıyıq. 5C 4'də 3 sayını 4'də 3 sayını isə 4'də 3 bu şəkildə yazılmalıdır. Yəni birinci 3 yazılmalıdır, sonra 4 yazılmalıdır. Bu şəkildə ifadə etmək olar. Bu da səhv odur. 21-ci əsr. Əgər əsrlərdə yadda saxlayın, C şəkilçi yazılmır. Yəni ki bu şəkildə yazılmalı. 21-ci əsr bu şəkildə. 3-cü sözündə də 3C yazılmalıydı. Bu şəkildə yazılmalıdır. Ərəb rəqəmləri ilə sıra sayı işləndikdə ıncı 4 variant şəkilçisi ixtisar formasında C şəklində yazılır. Rum rəqəmləri ilə isə də həmin o sıra sayının şəkilçisi işlənmir. Məktəbin zalında yüzlərlə şagird toplaşmışdı. Uşaqlar burada yüzlərlə şagird sözündə bu sözün bu şəkildə işlənməsi düzgün deyil. Düzgün yazılış bu şəkildə olmalıdır. Yüzlərlə. Aydın. Çünki larla şəkilçisi heç vaxt rəqəmə qoşa bilmərik onu. Biz rəqəmə qoşulmağı yanlışdır. Yəni ki o sözə qoşulmalıdır. 100 sözlə yazılmalıdır. Yüzlərlə şagird toplaşmışdı. Bax bu şəkildə tapşırıqların izahı bitdi. Sualınız olarsa rəy bölməsinə qeyd edərsiniz.